İnsan əgər bir həyatında nəsə səhv gedirsə, bunun düşüncələrini araşdır. Kimlərsə haqqında bir fikirlərə düşürsən. Bu mənə biraz çəpəki baxdı, bu mənə zəng eləmədi. Deyəsən artıq bu məni ilə ünsiyyəti soyudur. Hansısa bir tanıdığın bir insan barəsində nəsə eşidirsən və yavaş-yavaş cəmiyyət haqqında bir mənfi bir fikrə düşürsən. Ailə üzvlərinin haqqında düşə bilərsən, valideynin barəsində düşürsən. Valideynin məni sevmir çünki filan şeyi belə elədi, filan yerdə sərtlik elədi. İnsanlar barəsində, gözəl insanlar haqqında da bəzən bu fikrə düşürsən. Və bu yanlışlıqlar sənin içdən başlayır yeməyə. Ünsiyyətinə təsir eləyir, ailə ünsiyyətinə təsir eləyir, qohumluq rabitəsinə təsir eləyir. Sənin bütün həyatını bu başlayır darmadağın eləməyə. Əlində fakt yoxdursa, 99% ehtimalın güclüdür. Ancaq 1% səhv ola bilərsən. Ehtimallar üzərində planlar qurma, ehtimallar üzərində insanlara baxma, insanlar haqqında qəzavət eləmə. Çünki bu zəndir, bu gümandır. Bəlkə bir problemi var idi, ona görə məni ilə bir belə soyuq danışdı. Bəlkə onun başqa bir niyyəti var idi. Bax, bu cür şeylərlə sən artıq içində bir aramlıq yaranır. Artıq başlayırsan nə etməyə, onlar barəsində müsbət düşünməyə. İnsanların sənin barəndə mənfi düşündüyü hissini özündən çıxardırsan. Əməl eləməsəydin, ünsiyyətini darmadağın eləmişdin. Yaxınlarınla, dostlarınla, sən də əvəzində bir kobudluq eləyirsən. Bu tərəfdən onun beyninə də bu fikirlər gəlir və ünsiyyət darmadağın oldu. Cəmiyyət parçalandı bir-birinə. Ünsiyyət eləyirsən, 1 aydan, 2 aydan sonra görürsən ki, doğrudan da bu adamın sənə qarşı kini yoxmuş ki, bu səni nə qədər sevirmiş. İnanın, o qədər bunun yüzlərlə həyatda örnəyi olur.